eyni qan, eyni soy və eyni şücaət bu gün də yaşayır. Onlar Xocalının qisasını alıblar. Ey Xocalı, Kərkicahan və bütün Azərbaycanın günahsız qurbanları, şəhidlərin qanı yerdə qalmır. Azad edib torpaqlarını zərər verdin millətinə. Tarih yazan zəfərin dillərə dastan dursa qarşında bütün cahan vermərəm öz torpağından. Mən bir millətə tarix yazan şanlı qələbəm çıxmaz yadda. Bir ağızda deyək hər an yaşasın. Sizlər sağ olun, mənə dəvət eləmişsiniz və şəhid ailələrinə diqqət, qazilərə diqqət, qayğınız hər zaman var. Hər zaman şəhid tədbirləri, hər zaman zəfər tədbirlərini siz qeyd edirsiniz burada. Mən öz təşəkkürümü bildirirəm yenə də. Yəni, bizlər, necə deyim, bir qazi olsaq da, bizləri siz yaddan çıxarmırsınız. Yəni, minnətdarlığımı bildirirəm. Biz hər zaman sizin qulluğumuzdayıq. Siz də hər zaman bizi diqqətdə saxlayırsınız. Mən öz minnətdarlığımı bildirirəm, Kaspilistcəyinə və təşəkkürümü bildirirəm. Allah sizdən razı olsun. Təhsillərdə uğurlar arzulayıram sizlərə. Minnətdaram bir daha. Sağ olun.